Sosial yardım alanların bazası yenidən nəzərdən keçirilməlidir. Baş nazirin sözlərinə görə, Covid pandemiyasından sonra məlumatların tam reviziyası aparılmayıb, halbuki yoxsulluq səviyyəsi azalıb. İlkin təhlil göstərib ki, yardım alanların təxminən 8%-nin iqtisadi vəziyyəti yoxsulluq həddindən daha yaxşıdır. Bu səbəbdən bazanın yenilənməsi hökumətin prioritetlərindəndir. Jurnalist Eliso Kiladze mütəşəkkil cinayətkar qrupun tərkibində dəladuzluq və çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılıb. İstintaqa əsasən 2020-2023-cü illərdə sabiq baş prokuror Otar Partixaladzenin himayəsi altında fəaliyyət göstərən şəbəkə 200-dən çox xarici vətəndaşdan milyonlarla dollar dəyərində kriptovalyuta ələ keçirib. İş üzrə 10 nəfərə qarşı cinayət təqibi başlanılıb. Təqsirləndirilən şəxsləri 9 ildən 12 ilədək həbs cəzası gözləyir. Gürcüstanın dövlət borcu artıb. 2026-cı ilin yanvar ayına olan məlumata görə borc 9 milyard 533 milyon dollara çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 985 milyon dollar çoxdur.